18 iyun 2025-ci il tarix. Mübarək torpaqlardayıq. Səudi Ərəbistanının Mədinə şəhərində Peyğəmbərimizin evindəyik. Mən buradan Murad Mailov Gülümxanoğlu'nun adından Peyğəmbərimizi salamladım. Allah Murad balamıza məkanı cənnət olsun. Valideynlərinə can sağlığı versin. Onlara baş sağlığı verirəm. Muradın məkanı cənnət olsun. Valideynlərinə Allah şəfa versin. Amin ya Rəbbim Allah. Bugün Peyğəmbəri Muradımızın adından salamlayıram. Şəhid balamız 44 günlük müharibədə qəhrəmancasına şəhid olub. Məkanı cənnət olsun. Bax, məqamı Allah dərgahında böyükdür Murad balamızın. Peyğəmbərimizin evidir bura. Burada dəfn olunub. Allah'ım Muradın məkanını cənnət elə ya Rəbbim Allah. Ya Rəbbim valideynlərinə can sağlığı ver. Allah'ım ailələrinə ruzlu, bərəkətli ömür ver ya Rəbbim. Amin ya Rəbbim Allah. Amin. Peyğəmbərimizin vəzarı Həzrət-i Əbubəkir, Həzrət-i Ömər, Murad balamız. Allah sənə dərgahında böyük uca bir yer versin. Onsuz da sənin məkanın cənnətdir. Hər oğul şəhidliyə ucala bilmir. Odur ki, bu mübarək torpaqlardan sənin ailüvə ruzu bərəkət arzulayıram. Amin ya Rəbbim Allah. Həm də biz bir məhəllədə böyümüşük. Məhəlləmizin evladısan. Şəhid balamız məkanın cənnət olsun. Amin. Amin ya Rəbbim Allah.